Tələbələr, bugünkü mövzumuz belədir ki, danışıqda bizə səhvlərinizi bağlayın. Hər kəs mikrofonu bağlasın. Bugünkü mövzumuz budur ki, danışıqda psixoloji bariyerləri aşmaq. Sizə bir sual verəcəm, çata yaza bilərsiniz. Amma xahiş edirəm ki, bu dəfə özünüzə qarşı dürüst olun. Heç olubmu ki, beyninizdə cümlə hazır olub, amma diliniz onu deməyə icazə verməyib? Və yaxud da heç olubmu ki, danışmaq istəmirsiniz, amma ürəyiniz sürətlə döyünüb, əliniz titrəyib və siz susmusunuz? Chatda öz cavablarınızı qeyd edə bilərsiniz. Aha. Bu həyəcandan irəli gəlir. Deməli, əgər belə bir şeylər sizdə çox olursa, bəllidirsə cavabınız, siz tək deyilsiniz. Çünki biz bugün burada sadəcə danışmağı öyrənmək üçün yığışmamışıq. Biz qorxunun kökünə enmək üçün buradayıq. Çünki problem danışmaq deyil. Problem sizi susturan beyindir. İnsanlar adətən deyir ki, mən utancağam, mənim speakingim zəifdir. Amma açıq deyil ki, bu yanaşma sizi heç yerə aparmayacaq. Çünki problem dil deyil. Problem özündə danışmağa icazə verməyən psixologiyadır. Siz danışa bilmirsiniz, yox. Siz danışmaqdan qorxursunuz. Məsələ buradadır ki, siz danışmaqdan qorxursunuz. İndi isə gəlin bu qorxunun arxasına baxaq. Görək burada nələr dayanır. Niyə biz danışmaqdan qorxuruq? Niyə özümüzü ifadə etməyə çətinlik çəkirik? Niyə danışan zaman həyəcanlanır, əllərimiz titrəməyə başlayır, ürəyimiz həyəcandan çarpıntısı artmağa başlayır. İnsanlarla danışığa keçdiyimiz zaman dilimiz belə deyək də loru desək topuq vurur. Bunlar nədən baş verir? Bir anlıq bunları mən mümkün qədər çata baxmağa çalışıram. Sonda, yekunda sualınız olarsa cavablandıracağam inşallah. Gəlin belə deyək, bir anlıq öz uşaqlığımızı xatırlayaq. Mən adətən səhnə çıxışlarımda da öz uşaqlığımıza toxunuram. Çünki istənilən dil, bu xarici dildə olsa, ana dildə olsa, formalaşdığı zaman uşaqlıqdan formalaşmağa başlayır özümüz kimi. Hər bir şey uşaqlıqdan, təməli uşaqlıqdan atılır. Ona görə də uşaqlığımızı xatırlayaq, sizə deyilən cümlələri xatırlayaq ki, bizə ən çox deyilirdi, sus, sən bilmirsən, sən səhv danışırsan. Bunlar sadəcə söz deyildi. Bunlar bizim şuuraltımıza yazılan kodlar idi və bugün biz danışmaq istəyəndə beynimiz isə bizə deyir, sus, təhlükədir. İnsan beyni üçün ən böyük təhlükə nədir, bilirsiniz? Rədd edilmək. Bu, binəyə qədim dövrdən indiyənə qədər, indiki dövrə qədər bizim həyatımızda ən böyük qorxu olaraq qalır ki, rədd edilmək qorxusu. Çünki bir vaxtlar bu o demək idi ki, qrupdan çıxmaq, tək qalmaq, sağ qala bilməmək, ta qədim dövrlərə getsək. Hal-hazırda da dışlanmaq, türklərin bir sözü var, dışlanmaq, qrupdan ayrılmaq. Əgər bir insan özünü ifadə edə bilmirsə, yetəri qədər öz sözünü deyə bilmirsə, hətta bu kənarlaşdırılmağa qədər gəlib çıxa bilər. Bugün isə sadəcə danışmaq belə beyin üçün risk kimi görünür. Bir çox insan düşünür ki, ya mükəmməl danışmalıyam, ya da danışmamalıyam. Bu düzgün deyil. Çünki həyatda heç bir şey mükəmməl deyil. Yəni bir insan mükəmməliyyət axtarırsa, istəyər danışığında, istəyər rəftarında, istərsə də hər bir şeydə, bu mümkünatı olan bir şey deyil. Çünki heç kim mükəmməl danışmır. Hər insanın diksiyasında səhv ola bilər, hər insanın sözündə də, fikrində də səhv ola bilər. Mühüm olan bir şey bunu normal qarşılamaqdır. Heç kim çox rahatlıqla insan qarşısına çıxmır. Heç kim çox rahatlıqla auditoriya qarşısında çıxış etmir. Çox mükəmməl danışıq yoxdur. Sadəcə danışılan danışıq var. Əgər daxilinizdə belə bir səs varsa ki, mən yaxşı deyiləm, mən səhv edəcəyəm, onda siz danışmayacaqsınız. Çünki insan özünə inandığı qədər danışır. Bəlkə bir dəfə danışdınız və güldülər, bu dünyanın sonu deyil. Bəlkə müəllim sizi utandırdı, bəlkə səhv etdiniz və o andan sonra susmağı seçdiniz. Bu hadisələr yox olmur, sadəcə sükuta çevrilir. İndi isə sizdən istəyirəm, çox üzr istəyirəm. İndi isə sizdən
İstəyirəm ki, özünüzə sual verin. Məni danışmaqdan saxlayan əsas səbəb nədir? Biraz düşünün və bunu chatda qeyd edin. Qeyd olunub aşağıda chatda ki, yazanda daha rahat şəkildə fikrimi ifadə edirəm. Bir nəfər də qeyd edib ki, əsəbləşəndə çox rahat şəkildə özümü ifadə edirəm. Bəli, belə bir şeylər mümkündür. İnsan yazanda niyə fikrini ifadə daha yaxşı edə bilir? Bunu mən sizə izah edeyim. Çünki yazıda onda heç kim səhv tutmur. Nəticədə yazıb bitirdikdən sonra artıq hər kəs onu oxuyur, onun nə demək istədiyini başa düşür və bir çox insanlar fikir vermişsiniz, telefonla danışdığı zamanda utanır, sıxılır. Hər hansı bir WhatsApp və ya hər hansı bir sosial media üzərindən səs atmağa belə utanır ki, qarşı tərəf onun səsinə nə reaksiya verər. Bunlar olan bir şeylərdir, amma bunlar bizim daxili qorxumuzdan ibarətdir. Daxili qorxumuz və daxildə özümüzə qoyduğumuz bariyerlərdir. Bunları aşmaq da, yenə deyirəm, bizim öz əlimizdədir. Tamamilə özümüzdən asılıdır. Arxa fonda gələn səslərə görə çox üzrlü sayın. Bizim evdə biraz balacalar var. Mən chatı oxuyuram, ona görə biraz danışığıma pauza verirəm. Burada yazılıb ki, bəzən ürəyimdə bir sual fikirləşirəm, sonra düşünürəm ki, əşi qalsın, sonra verərəm bu sualı. Bəzən özümə cavab verirəm. Deməli, sizi saxlayan həmin anda başqalarının sizi qabaqlamasıdır. Əgər bir insana bir sual vermək istəyirsinizsə, burada sizi çəkindirən sadəcə sizdən əvvəl kimlərinsə sual verməsidir. Mən belə düşünürəm və siz özünüzü elə zənn edirsiniz ki, arxa planda qalmışsınız. Xeyr. Mümkün qədər, yəni belə bir sosial çevrələrdə, sosial mühitlərdə olmağa çalışın və öz fikrinizi ifadə etməyə çalışın. Birinci dəfə səhv desəniz belə, ikinci dəfə artıq öz səhvinizi bilib başqa mühitdə düzgün özünüzü ifadə edəcəksiniz və səhv etməkdən qorxmayın. Çünki istərsə, bu mən indi xarici dil ekspertiyəm, əsas sahəm xarici dildir. Amma öz dilimizdə də deyək ki, özünüzü ifadə etməyə, belə deyək də, yıxılmaqdan çəkinsəz, siz qaça bilməyəcəksiniz. Bir uşaq yeriməyə başlayanda divarlardan tutub başlayır yeriməyə. Addım-addım yeriyir. Daha sonra iki nəfərin arasında biri tutur onu, digərinin üstünə qaçır. Bu şəkildə gəzməyi və yeriməyi öyrənir. Əgər siz də fikrinizi ifadə etməkdə çətinlik çəkirsinizsə, sadəcə özünüzü ifadə etməyə səy göstərin. Buna balaca uşaq kimi yanaşın. Yəni, özünüzə balaca uşaq kimi yanaşın. Ki, necə ki, balaca uşağa qarşı biz 2 yaşında, 3 yaşında uşağa qarşı mərhəmətliyi, rəhimliyi, onun heç bir hərəkətini gülmürük, heç bir hərəkətini ego ilə qarşılamırıq. Özümüzə qarşı da eyni formada olmalıyıq ki, mən danışmağı öyrənirəm, bugün yıxılsam da sabah qaçacam. Bunları düşünərəkdən siz söhbətə keçsəz, diyaloqa keçsəz, əmin olun ki, sizdə hər şey alınacaq. Belə deyək də, sizin potensialınız hazırki vəziyyətiniz arasında duran tək şey qorxudur. Amma yaxşı bir xəbərim də var ki, bu qorxu öyrənilib və deməli onu silmək də mümkündür. Yəni, bu qorxu artıq mütəxəssislər tərəfindən nədən baş verir, qorxunun bariyerləri nədir, onlar öyrənilib və aşmaq mümkündür və bu da bizim öz əlimizdədir. Danışmaq qorxulu bir şey deyil. Heç kim mükəmməl danışmır. Mən belə mükəmməl danışmıram. Əgər özünüz özünüzə mən səhv edə bilərəm, səhv etmə fürsəti yaratsaz və bunu özünüzdə qloballaşdırmasaz, əmin olun ki, siz çox gözəl danışan olacaqsınız. Çünki belə deyim də sizə səhv inkişafdır. Susmaq isə geriləməkdir.
İnkişaf etmək istəyən insan səhvlərini göz önünə almalıdır. Danışmaq istəyirsinizsə, anda düşünməyin. Sadəcə sayın 5, 4, 3, 2, 1 və salam. Danışın. Əllərinizi bərk-bərk sıxın, həyəcanınızı yenin və özünüzü tamamilə danışmağa hazır hiss etdiyiniz anda danışın. Hətta danışmağa hazır hiss etmədiyiniz anda belə danışın. Salam Mələk xanım, necəsiz? Salam, salam, salam. Yaxşıyam, siz necəsiniz? Yaxşı olasınız. Davam edə bilərik. Deməli, böyük dəyişikliklər etmək məcburiyyətində deyilsiniz nitqinizdə. Amma hardansa başlamalısınız. Kiçiklərlə başlayın, özünüzlə danışın. Sonra bir nəfərlə, sonra kiçik qruplarla özünüzlə danışın. Necə? Qarşınıza bir güzgü qoyun və orada qarşınızda bir nəfəri təsəvvür edin. Zənn edin ki, sizin qarşınızda bir nəfər var. Və danışmağa başlayın. Daha sonra gözünüzü yumaraqdan özünüzü auditoriya qarşısında təsəvvür edin. 5 nəfərin içində təsəvvür edin, 10 nəfərin içində təsəvvür edin və eyni nitqinizi eyni şəkildə söyləyin. Baxın, görün siz auditoriya qarşısında hansı çətinliklərlə danışırsınızsa, onların öhdəsindən özünüz yavaş-yavaş gəlməyə başlayın. Beyin yavaş-yavaş buna öyrəşəcək. Yavaş-yavaş bu təkamül yolunu keçəcək. Əgər siz danışmasanız, ümumiyyətlə susan insan olaraq yolunuza davam edəcəksiniz. Səhv etmək normaldır. Mən danışa bilirəm. Bunları özünüzə aşılayın. Çünki beyin nəyi çox eşidirsə, ona inanır. Unutmayın, bədəniniz də bu prosesdə, bədəniniz də belə deyim də, bu prosesdə rol oynayır. Əgər bədəniniz sıxılırsa, rahat deyilsə və ruhunuzla buna inanmasanız ki, mən danışa biləcəm, onda siz danışa bilməyəcəksiniz. İlk növbədə hər şey buradadır, sonra buradadır. Dik durun, yavaş danışın, nəfəsinizi idarə edin, kontrolda saxlayın nəfəsinizi, tələsmədən, yavaş-yavaş qarşı tərəfə öz fikirlərinizi ötürməyə çalışın. Və baxın ki, necə dəyişirsiniz. Siz ilk öncə danışıqda buna hazır olmaq üçün 2 dəqiqə özünüzlə danışın. 2 dəqiqə özünüzlə danışdıqda öz danışığınızı, necə deyim sizə, müşahidə edin. Baxın, sizin danışığınızda olan səhvlər nədir? Bunları müşahidə etdikdən sonra bir belə dəftər və qələm götürün, orada öz qeydlərinizi aparın. Mən 2 dəqiqə ərzində danışdıqda hansı səhvlərə yol verdim və yaxud da ümumiyyətlə danışa bildimmi? Mənim danışmağımda mənim üçün baryer nə oldu? Bunları çözməyə çalışın. Danışmaqdan qorxdummu, yoxsa məni danışmaqdan qorxduracaq səbəblər başqa bir şeydir? Unutmayın ki, sizin səsiniz var, sizin sözünüz dəyərlidir. Bunları özünüzü mütəmadi dediyiniz təqdirdə siz çox rahatlıqla danışacaqsınız. Və dünya sizin danışmağınızı gözləyir. Təsəvvür edin ki, çox vacib bir mərhələdəsiniz, çox vacib bir xəbəri verməlisiniz, amma susursunuz. Necə olar? Dünya dağılmaq üzrədir və sizin bir xəbərinizə bağlıdır. Ona görə də danışmaqdan qorxmayın. Əgər istəyirsinizsə, sizin üçün 7 günlük speaking proqramı hazırlayıb, bundan sonraki mərhələdə Səbinə xanıma təhvil verərəm, o sizinlə paylaşar. Bu proqram nəticəsində 7 gün ərzində sizin danışığınızda irəliləyiş olacaq, siz özünüzdə bunu görəcəksiniz. İstərsə tək-bətək dialoqlarda, tək-bətək dialoqlarda, istərsə də qrup söhbətlərində bu sizin üçün böyük dəyişiklik edəcək. Sualı olan varsa, buyursun aşağıda qeyd etsin və mən suallarınızı bir-bir cavablandıra bilərəm. Deməli, burada qeyd olunub ki, danışdığım zaman kimsə söhbətə girməsi və onun daha çox diqqət cəzb etməsi mənə pis təsir edir və özlüyümdə sanki daha çox yüksəkdən səsimi eşitdirməyə çalışıram. Belə sizə izah edeyim, bu da psixoloji bir şeydir. Çünki siz xarakter olaraq göz önündə olmaq istəyirsiniz, xarakter olaraq diqqətin tamamilə sizə yönəlməsini istəyirsiniz və bu indiki zamanda mümkünsüz bir şeydir. Belə deyim,
10 nəfərlik toplumdasınızsa, 10 nəfər də sizi bəyənə bilməz, 10 nəfər də sizi dinləməyə maraqlı ola bilməz. Siz özünüzü ifadə etmək üçün cəhd edin. Cəhd edin və danışmağa başlayın. Kiminsə danışmağı sizin ilə qorxudur, o sizdən daha gözəl danışacaq. Nə bilirsiniz, bəlkə qarşınızdakı insan da sizin danışığınızdan qorxur. Bəlkə siz elə bir məlumatlar bilirsiniz ki, qarşınızdakı insanın həmin mövzu barədə məlumatı yoxdur. Danışmaqdan qorxmayın. Qəti şəkildə danışmaqdan qorxmaq sizi sadəcə şəxsi inkişafınıza maneədir. Bu qorxuları yenmək lazımdır. Rədd edilmə qorxusu var. Rədd edilmək qorxusu ilk öncə onu yenmək lazımdır. Deməli, əgər siz düşünürsünüz ki, mən mükəmməl danışmalıyam, bu perfeksionizm tələsidir. Çünki bu düşüncə sizi öldürər. Mükəmməl danışıq yoxdur. Sadəcə danışılan danışıqlar. Mən bayaqlarda buna toxundum ki, özünə inamınız əgər zəifdirsə, əgər daxilinizdə belə bir səs varsa ki, mən yaxşı deyiləm, mən səhv edirəm, onda sən danışmayacaqsan. Çünki insan özünə inandığı qədər danışır. Bu da sizin yazdığınız məsələdə özünə inamı göstərir və perfeksionizmi göstərir. Özünüzə inamı artırın və düşünün ki, sizdə elə bir məlumatlar var ki, qarşı tərəfdə o yoxdur. Hər insan sizdə olan məlumatı daşımır. Hər insanın beyni başqa-başqa məlumatlar daşıyır. O A-dan danışa bilər, siz B-dən danışın. Bir də ki, travmatik təcrübə var ki, sinifdə gülünür, müəllim danlayır, səhv deyib utanmaq, bu hadisələr silinmir. Sadəcə susqunluğa çevrilir. Bizə uşaqlıqdan danışmaqda ən çox çətinlik ona görə çəkmişik, siniflərdən danışıram ən çox. Ona görə ki, hər hansı bir səhv etdiyimiz zaman düşünmüşük ki, bizə sinifdə güləcəklər. Müəllim səhvimdə irad tutacaq və mənə sinifdə güləcəklər. Bu artıq bizə məktəb vaxtından danışığımızın önünə çəkilən bir bariyer olub. Daha sonra, belə deyək də, əgər sizin danışıq qorxunuz olmasaydı, bugün kim olardınız? Buna özünüzə sual vermişsiniz. Mən sizə sual verirəm. Əgər sizin danışıq qorxunuz olmasaydı, daxilinizdə özünüzü ifadə etmək qorxunuz olmasaydı, bugün kim olardınız? Buyurun, çata yazın. Fikirləriniz mənə maraqlıdır. Qeyd olunub ki, əsl mən olardım. Hal-hazırda sizi danışmaqdan saxlayan nədir bəs? Ləman müəllimə. Əgər ki, hal-hazırda danışmaqdan qorxursunuzsa, özünüzə bugündən səhv etməyə icazə verin. Çünki səhv inkişafdır. Susmaq geriləmədir. Danışmaq istədiyiniz anda 5-dən geriyə doğru 1-ə qədər sayın və danışın. Mikro addımlar atın. Əvvəl tək-tək danışın, sonra dostlarla danışın, sonra qrupla danışın. Ümumi sosial olan mühitlərə daxil olun və özünüzü inkişaf etdirin. Daha böyük auditoriyanın qarşısında sizin çıxışınızın qarşısını alan nədir ki? Fərz edin ki, siz daha böyük auditoriyanın qarşısındasınız. Gözünüzü yumun, qarşınızda fərz edin 100 nəfər, 200 nəfər adam var. Bəli, həyəcanlıdır, ilkin mərhələ həyəcanlıdır. Mən böyük auditoriyanın qarşısına çıxanda yetəri qədər həyəcan keçirirəm. Hətta səsim də titrəyir. Amma bunun qarşısını almaq yenə bizim öz əlimizdədir. Daha böyük auditoriyanın qarşısında çıxış etmək üçün, fikrini yaxşı çatdırmaq üçün və həyəcanlanmamaq üçün ilkin növbədə çıxışının mövzusunu yaxşı bilməlisən. Auditoriyaya müraciətini yaxşı bilməlisən və özünün kim olduğunu yaxşı bilməlisən.
Bu birinci addım. İkinci addım, nəfəsini doğru idarə etməlisən. Nəfəs məşqlərini edib, nəfəsini doğru idarə etməlisən ki, qarşı tərəfə həyəcanını bildirməyəsən. Zaten böyük auditoriyanın qarşısına çıxanda həyəcan mərhələsi 1-2 dəqiqə olur. Ondan sonra insan alışır. O həyəcan da nədən irəli gəlir, sizə izah edeyim. Sən təksən, qarşında 200 nəfər adam var və beyin olaraq tək olduğuna görə qarşındakı olan insanları özünə rəqib kimi görürsən. Beyin onları özünə rəqib kimi görür və onlara alışmaq zaman alır. Bir növ adaptasiya deyək. Bu adaptasiya mərhələsi isə səhnədə 1-2 dəqiqə keçir. 1-2 dəqiqə keçdikdən sonra artıq adaptasiya olursan və ondan sonraki proses isə tamamilə sizin özünüzə bağlıdır. Niyə özünüzə bağlıdır? İlkin növbədə yenə deyirəm, auditoriya qarşısında çıxış eləyirsinizsə, çıxış etdiyiniz mövzunu çox gözəl bilməlisiniz. Harada başlayıb, harada bitirəcəyinizi gözəl bilməlisiniz ki, auditoriya sizə hər hansı bir sual verdikdə onu qarşılaya, tamamlaya, cavablaya biləsiniz. İlkin mərhələ budur. Özünüzü biləsiniz, özünüzü ona görə biləsiniz ki, mən kiməm, mən burada niyə varam, qarşı tərəfə nə ötürməliyəm. Bunları bildikdən sonra sizin auditoriya qarşınızda çıxışınıza heç bir maneə ola bilməz. İçinizdəki həyəcan sizə mane olur yazmışsınız. Özgüvənsizlik deməzdim buna. İçinizdə olan həyəcan hər birimizin içindədir. Sadəcə bunu idarə etmək bizim özümüzdən asılıdır. Bunun idarəsi, bunun əlimizdə saxlamaq zahvat deyirlər, o bizim özümüzdən asılıdır. Həyəcan deyilən bir şey. Auditoriya qarşısında istəyir bu 50 nəfər olsun, istəyir 10 nəfər olsun, istəyir 200 nəfər olsun, fərq etmir. Sadəcə 2 dəqiqə çəkir. 2 dəqiqə ərzində nəfəs məşqi ilə özünüzü cilovlayıb tamamilə mühitə adaptasiya olduqdan sonra və mövzunuzu gözəl bildikdən sonra, danışmaq istədiyiniz mövzunu gözəl bildikdən sonra sizin qarşınızda hər hansı bir maneə olmayacaq danışmaq üçün. Beyni yenidən proqramlaşdırırsınız və hər gün deyirsiniz ki, mən danışa bilirəm. Səhv etmək normaldır. Bunlar, bu proseslər, bu bariyerlər hansı ki danışmağımızda əngəl olan bariyerlərin açan açarlardır. Təsəvvür edin ki, bizim danışmamıza əngəl olan nə deyirlər ona, zəncirlər var və bu zəncirləri açan açarlar var. Beyni yavaş-yavaş adaptasiya etmək lazımdır. Bayaq vurğuladığım kimi, beyin hər hansı bir mühitə 2 dəqiqədən tez adaptasiya olmur. 2 dəqiqə ən azından vaxt almalıdır ki, qarşını görsün, dərk eləsin, mən hardayam, bura mənim üçün qorxuludur, yoxsa qorxulu deyil. Zaten qorxu hiss etdiyi anda beyin avtomatik olaraq dili bloklayır. Dil danışmaq istəmir. Və qarşı tərəfə ötürəcəyiniz şey bu olmalıdır. Yəni, özünüzü təmkinləmək üçün mən danışa bilirsəm, səhv etmək burada normaldır. İstəyirsə, 200 nəfərlik auditoriyada da olsa, 50 nəfərlik insanların qarşısında da olsa, tələbə auditoriyasında da olsa, müəllim auditoriyasında da olsa da siz özünüzü buna aşılamalısınız ki, səhv etmək normaldır. Hər bir insan səhv eləyə bilər. Səhnəyə çıxıb çəkərləyən insanlar belə var. Auditoriya qarşısında hər hansı bir fikrini ifadə etməkdə çətinlik çəkən insanlar belə var. Və keçdik o bir açara, belə deyək, bədən dili və nəfəs. Bədəninizin qorxunu artır, bədəniniz belə deyək, qorxunu artırır və ya azaldır. Bu zaman nə etmək lazımdır? Dik durursunuz, yavaş danışırsınız, nəfəsinizi kontrol edirsiniz. Öncəliklə auditoriya qarşısındasınız, qamətinizi dik tutun. Nəfəsinizi yavaş-yavaş kontroluna alın və yavaş-yavaş danışın. Yavaş-yavaş danışdıqda həm burada vaxt qazanmış olursunuz və özünüzü kontrola almış olursunuz. Əlləriniz əsmir, nəfəsiniz, səsiniz titrəmir. Daha sonra keçdik, belə deyim də sizə. Bəlkə də siz illərlə susmuşsunuz, onu eləmə. Bəlkə də siz illərlə susmuşsunuz. Bəlkə də demək istədiyiniz çox şey var, amma qorxu sizi saxlayıb. Bugün qərar verin ki, ya yenə susacaqsınız, ya da ilk dəfə öz səsinizi seçəcəksiniz. İndi isə mən burada bütün auditoriyadan xahiş edirəm, bir-bir mikrofonu açacaqsınız, özünüzü təqdim edəcəksiniz.
auditoriyada neçə nəfər var? Auditoriyada hal-hazırda 15 nəfər var. Deməli, nə edirəm? Mən mikrofonu bağlayıram. Bir adlarınızı çəkirəm. Adlarınızı çəkdikcə siz mikrofonu açırsınız və özünüzü təqdim edirsiniz. Başlayaq. Xədicə Hüseynlidən. Buyurun. Salam, axşamınız xeyir olsun. Mən şəxsi inkişaf üzrə mentor Xədicə Hüseynli. Neçə yaşınız var Xədicə xanım? Biraz özünüz haqqında danışmağa qorxmayın, rahat olun. 30 yaşım var. Təşəkkür edirəm Xədicə xanım. Keçək digər üzvümüzə. Qısa eləcəsin, hər kəs rahatlıqla özünü ifadə edə bilsin. Sonra burada Xalid Babayev var. Buyurun Xalid bəy. Salam, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Buyurun, özünüzü təqdim edin. Sizdə. Mən Babayev Xalid, kadrlar üzrə aparıcı mütəxəssis işləyirəm səhiyyə sahəsində. Çox gözəl, çox gözəl. 50 yaşım var. Bəli? İndi isə keçək. Maraqlıdır mənim üçün, ona görə təlimlərə qoşuluram. Çox gözəl. Şəxsi inkişaf hər zaman önəmlidir. Şəxsi inkişaf hər zaman önəmlidir. Rəman Babayeva, buyurun siz də qatılın söhbətimizə. Salam, axşamınız xeyir olsun. Mən Ləman Babayeva, ibtidai sinif müəllimliyi üzrə təhsil bitirmişəm. Daha sonra Ləman xanım, özünüzdən nə əlavə edə bilərsiniz? 35 yaşım var, hal-hazırda özümün inkişafla bağlı təlimlərə qatılıram. Çox gözəl, çox gözəl. Sizi təbrik edirəm. Daha sonra Lalə Osmanova var burada. Buyurun Lalə xanım. Lalə xanım. Lalə Osmanova buradadırmı? Eşidirmi bizi? Keçdik. Maya Məmmədova, buyurun. Baxın, əziz iştirakçılar, danışmaqdan qorxmayın. Bugün sizin mənim səsimə səs verməməyiniz belə sizin içinizdə yatan hər hansı bir kompleksin işarəsidir. Danışmaq üçün hər hansı bir kompleksə girməyə ehtiyac yoxdur. Burada qısa şəkildə sizə deyilir ki, özünüzü təqdim edin. Özünü təqdim etmək artıq ünsiyyətin başlanğıcıdır. Başa düşdüm Maya xanım oldu. Daha sonra keçək, baxaq görə kim var, kim danışmağı istəyər. Mustafayeva Səma. Danışmaq istəyirsiniz Səma xanım, buyurun. Salam, axşamınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Buyurun, siz də özünüzü təqdim edin. Mən Mustafayeva Səma, magistr tələbəsiyəm, 24 yaşım var. Əlavə olaraq da özümü inkişaf etdirmək üçün inkişaf təlimlərinə qatılmağa çalışıram. Çox gözəl, çox gözəl. Tanıdığıma şad Faydalı oldum. təlim üçün də təşəkkür edirəm sizə. Mən təşəkkür edirəm dinlədiyiniz üçün, minnətdaram. Sağ olun. Daha sonra burada kim var? Sevinç Nəhmədova yazılıb. Sevinç Əhmədova yəqin ki olacaq. Buyurun Sevinç xanım. Sevinç xanım bizi eşidir. Sevinç xanım da yəqin danışmaq istəmir. Okey, belə eləyək əziz iştirakçılar. Aha. Gəlin biraz da beynin qorunma mexanizmlərindən danışaq. Beynin qorunma mexanizmi. Hər kəs məni görür, rahat şəkildə dinləyə bilir. Zəhmət olmasa yazardınız. Hər kəs məni görür, rahat dinləyə bilir.
Aha, okey. Demək, beynin qorunma mexanizmlərindən danışacağıq. İnsanlar bunu bilməyəndə özlərini zəif sayırlar. Deməli, amigdala reaksiyası deyilən bir şey var. Beyin səni qorumaq istəyir, amma sən səhv vəziyyətdə qarşıdurma stres, ürək döyüntüsü, titrəmə, söz tapmama, hətta overthinking, həddindən artıq düşünmək, danışmazdan əvvəl 100 dəfə beyində məşq etmək, bunlar belə deyim də sizə, beynin qorunma mexanizmləridir. Beyin əsasən çox üzrə arxa fonda gəlsə, deməli, bu problem tək sizdə deyil. Əgər bu problemləri hiss edirsinizsə, bu problemlər tək sizdə deyil. Bu hamıda olur. Beynin qorunma mexanizmi sizdə də, məndə də, hər bir insanda ola bilər. Çünki bizim həyat yolumuz, yenə deyirəm, elə gəlib ki, biz səhv edəndə daim dayandırılmışıq, daim susturulmuşuq, hətta gülünc vəziyyətə də düşdüyüm zamanlar olub. Məktəb dövründən danışıram. Ona görə beyin bunları artıq belə bir şeyləri qorunma reaksiyası ilə özü müdafiəyə keçir. Daha sonra sizə danışmaq istəyirəm sosial qorxular və cəmiyyətin təsirindən. Bu ən güclü hissədir, çünki real həyatdan gəlir. Tənqid olunmaq qorxusu, bayaq dediyim kimi, güclü görünmək, daha doğrusu gülünc görünmək qorxusu, aksent kompleksi, bəzilərimizin aksentində, hətta mənim də aksentimdə bir problemlər var. Sadəcə mən bunu problemə çevirmirəm özüm üçün. Yetəri qədər əgər qarşıdakı insan məni anlayırsa, istəyir ingilis dilində, istəyir bu rus dilində olsun. İndi xarici dil eksperti olduğuma görə həm alman dilini, həm ingilis dilini, həm rus dilini mükəmməl şəkildə bilirəm. Amma Azərbaycanlıyam deyə məndə istərseniz bu dilləri danışanda Azərbaycanlı aksenti olacaq. Və mən bunu problem eləmirəm. Amma bəzi üzvlərimiz, bəzi tələbələrimiz, hətta müəllimlərimiz aksentlə danışmağı problem edirlər. Və məni anlamazlar düşüncəsi var. Mükəmməl görünmək ehtiyacı var. Mükəmməl görünmək istəsəz, daha öncə də vurğuladım ki, mükəmməl görünmək istəsəz danışa bilməyəcəksiniz. Çünki heç bir danışıq mükəmməl deyil. Heç bir dil də mükəmməl deyil. Nəinki Azərbaycan dili, İngilis dili, Rus dili, Alman dili, Fransız dili fərqi yoxdur. Siz səhləyirsinizmi ki, hər hansı bir İngilis öz normal həyatında mükəmməl danışır, professional danışır. Xeyr, onlar da sadəcə onların da tək məqsədi odur ki, bir-birlərinə öz fikirlərini başa sala bilsinlər. Daha sonra mental bloklar və yanlış inanclar. Bu nə deməkdir? Bu isə çox vacibdir. Mənim dil qabiliyyətim yoxdur. Əvvəlcədən uşaq vaxtından anamızın, atamızın, əmimizin, dayımızın bizim beynimizə yeritdiyi səhv fikirlərdir ki, mənim dil qabiliyyətim yoxdur. Yəni mən xarici dildən deyim də sizə, xarici dildə danışa bilmirəm. Öyrənsəm də danışa bilmirəm. Məndə alınmır. Xeyr, bu səhv fikirdir. Hər bir insan öyrəndikcə danışa bilər. Daha sonra müəyyən yaşa gəlmiş insanlar var. Elə düşünürlər ki, yaşım keçib. Yaşım keçib və mən bundan artıq öyrənə bilmərəm. Bu vaxta qədər danışmamışamsa, bundan sonra da danışa bilmərəm. Xeyr. İnsanlar var ki, 30 yaşından, 35 yaşından sonra başlayırlar danışmağa, 40 yaşından sonra başlayırlar danışmağa. Yəni, belə bir şeyə özünüzü inandırmayın. Bunlar, belə deyək də, mifdilər. Uşaq vaxtından şuur altımıza yerləşdirilmiş bloklardılar. Sonra, belə bir şey də var. Əsasən xarici dil öyrənən tələbələrdə və müəllimlərdə qarşılaşırıq ki, qrammatikanı bilmədən danışmaq olmaz. Xeyr, bu düzgün deyil. Baxın, biz öz ana dilimizi belə qrammatika bilmədən öyrənmişik. 2 yaşında uşağa siz qrammatika durub danışa bilərsiniz. 3 yaşında uşağa durub qrammatikadan nəsə danışa bilərsiniz. A-dan sonra B yazmasın, B-dən sonra C yazmasın. Xeyr. Qrammatikanı bilmədən danışan o qədər insan var ki və qrammatikanı mükəmməl bilib danışa bilməyən o qədər insan var ki, danışmaq sadəcə bir cəsarətdir. Biz hər hansı bir xarici dili öyrəndikdə, öz peşəm sahəsindən gedərək sizə deyirəm, hər hansı bir xarici dil öyrəndikdə
Onun qrammatikasını yox, danışığını öyrənməliyik, onun danışığını yansıtmalıyıq və özümüzü 35 yaşında olsa da qoymalıyıq 2 yaşında, 3 yaşında uşağın yerinə. Çünki hər birimiz böyük ehtimalla anayıq və yaxud da yanımızda ana var və yaxud da yanımızda 2-3 yaşında uşaqlar var. Onların dil öyrənməsi necədir? Onlar öz dilimizi belə danışanda qənddir, çaydır, sudur, oturdu, durdu, qısa-qısa sözlərlə başlayırlar. Daha sonra bunu cümlə formasına keçirirlər. Daha sonra artıq mükəmməl danışığa keçirirlər və bu mükəmməl danışıqda 6 yaşından tez olmur. Mükəmməl danışıq üçün uşaq 2 yaşından başlayır danışıq periodları keçməyə. Bu period 2 yaşında başlayıb 6 yaşında tamamlanırsa, deməli bizim hər hansı bir dili öyrənməyimiz üçün, hər hansı bir dildə mükəmməl danışmağa başlamağımız üçün minimum 4 il vaxt lazımdır. Amma bizi dil kursları nə deyə aldadır? Gəlin dil öyrədirəm sizə. 3 aya mükəmməl danışacaqsan ingilis dilində, 3 aya mükəmməl danışacaqsan rus dilində. Bu mümkündürmü sizcə? Bu özümüzü aldatmaqdır. Və sözümü ora gətirirəm ki, qrammatikanı mükəmməl öyrənib danışmağı öyrənməyən insanlar bunların içərisindədir. Qrammatika dilin başlanğıcı deyil, dilin başlanğıcı cəsarətdir. Dili hər hansı bir dilin, rus dilinin, ingilis dilinin, alman dilinin, fransız dilinin fərqi yoxdur. Türk dilinin belə danışmağı bacarmaq üçün cəsarət lazımdır. Nə çox Azərbaycanlı var, Türk dilində danışa bilmir. Belə baxanda öz dilimizə yetəri qədər dünyalı dillərdən daha yaxın bir Türk dilidir. Amma nə çox Azərbaycanlı var ki, o dili danışa bilmir. Üzr. Daha sonra deməli, səhv etmək ayıbdır deyə bizə aşılanır və fluent olmaq üçün əvvəl hər şeyi bilməlisən. Yəni, mükəmməl danışmaq üçün əvvəlcə dildə olan hər şeyi bilməlisən. Xeyr. Bunlar yenə də bizə səhv öyrədilən, səhv yönləndirilən təcrübələrdir. Davam edək. Deməli, daxili psixoloji bloklardan danışaq, perfeksionizmdən danışaq. Deməli, perfeksionizm nədir? Səhv danışacaqamsa, heç danışmayın. Özünə inamsızlıqdır, mən bacarmaramdır. Özünü başqaları ilə müqayisə etməkdir. O daha yaxşı danışır, mən danışa bilmərəm. Bunlar hər biri perfeksionizmə daxildir. Uşaqlıq travmaları, məktəbdə gülünmək, müəllimin danlaması, daxili tənqidçi səs, inner critic adlanır. Beyində səssiz, ayıb olar, səhvdir deyən səsdir. Bunlar hər biri perfeksionizmin hissələridir, perfeksionizm olan duyğulardır. Və bunları aşmanın yolu yenə özünüzdədir. Özünüzü heç kimlə müqayisə etməyin. Özünüzü sadəcə dünənki özünüzlə müqayisə edin. Dünən mən burada səhv demişdim. Bugün artıq demirəm. Bu inkişafdır. Uşaqlıq travmalarını ilk öncə beyninizdə bloklayın. Çünki hal-hazırda uşaq deyilik, hal-hazırda hər birimiz gənc, özümüzə ifadə etmək bacaran insanlardır. Bu belə. Sonra beynin qorunma mexanizmindən danışdıq. Daha sonra keçək travmatik təcrübələrə. Travmatik təcrübələr nədir? Bir dəfə danışıbsınız hardasa, istər bu sinif otağı olsun, istərsə auditoriya olsun, tələbəsinizsə auditoriya olsun. Buradan danışmışsınız, sizcə gülüblərsə və özünüzə qapanmışsınızsa, siz illərlə blok halına salmışsınız özünüzü. Müəllim qarşısında gülünc vəziyyətə düşmüşsünüzsə, səhv etdikdə, səhv reaksiya almışsınızsa, özünüzü bloka salmışsınız və bundan sonraki mərhələdə danışmağa qorxacaqsınız. Və əgər siz müəllimsizsə, auditoriyada və yaxud da sinif otağında şagirdə dərs deyirsinizsə, sizə məsləhətim budur ki, hər hansı bir şagirdin danışığını bloklamamaq üçün, onun beynində danışıq funksiyalarını bloklamamaq üçün səhv axtarmaq yönümlü müəllim olmaq. Daha çox onu
sinifdə olan 15 nəfərlə deyil, dünənki özü ilə müqayisə edən müəllim olur. Çünki uşaq sadəcə özü ilə müqayisə olunduğunu gördükdə inkişaf edir. Digər uşaqlarla müqayisə olunduğunu gördükdə onda ya rəqabət yaranır, ya da özünə qapalılıq. Əksər uşaqlarda özünə qapalılıq yaradır. Sadəcə rəqabətə meyilli uşaqlar var ki, bunlar sinifdə təklik olur. Onlarda niyə o bacarır, mən bacarmıram deyə bir düşüncə formalaşır. Amma əksər uşaqlarda daxilə qapanıqlıq olur. Mənə görə burası fikir artıq mən danışmayacağam. Psixologiyasına düşürlər. Daha sonra biz sosial qorxulardan danışırdıq az öncə. O yarımçıq qaldı. Vaxtımız da az qalıb artıq. Sosial qorxular, bunu deyim ki, tənqid olunmaq qorxusudur. Yəni, dönüb dolaşıb yenə də eyni yerə gəlirik. Gülünc görünmə qorxusudur. Daha öncə də vurguladığım kimi aksent kompleksidir ki, aksent hər bir insanda ola bilər. İngilis dilində danışanda dolub qalırsınızsa, sadə cümləni belə deyil bilmirsinizsə, bu bizdə beyində olan bloklardan irəli gəlir ki, özünüzü ifadə etməkdən qorxursunuz. Yekun olaraq onu bildirmək istəyirəm ki, çünki zamanımız az qalır və sizdən də öz fikirlərinizi eşitmək istəyəcəm. Demək, biz danışdıq perfeksiyonizmdən, indi isə çata hər biriniz yazın ki, sizi danışmaqdan saxlayan əsas səbəb nədir və biz bu səbəbin kökünə enməyə çalışaq. Görək, burada sizin özünüzə güvəninizdirmi, yoxsa səhv etmə qorxusunuzdur, yoxsa auditoriyadan sizə gülərlər qorxusudurmu, yəni sosial çevrənin baskısıdırmı? Nədir sizi danışmaqdan çəkindirən və qorxuzan? Səs gəlmir, Mələk xanım. Bəli, buyurun. Səs gəlmir, Mələk xanım. Səsli bağlamışam, aşağıda çatı oxumaq istəyirəm ona görə. Hə, tamam. Yazılıb çata ki, əgər insan özünə inanmasa, bəs necə? Demək, məsələ buradadır ki, özünə inanmamaq da insanın beynində özünə qoyduğu bloklardan, kodlardan irəli gəlir. Özünə inanmamaq da hər hansı bir qorxunun nəticəsindədir. Çünki, yenə deyirəm, gənclikdə, uşaqlıqda danışdığı zaman susturulan insanda artıq özünə inamsızlıq yaranır. Özünə inamsızlıq yaranır. Danışmamağın əsas səbəbi insanlardır. İnsanlar öyrənirlər, amma istifadə etmirlər. Hazır hiss etməyi gözləyirlər. Komfort zonasından çıxanda özünü təhlükədə hiss edirlər. Komfort zonası onlar üçün həbsxana, belə deyək də, rolunu görür. Əgər bir insan özünə güvənmirsə, özünə güvənməmək budur ki, mən danışaram, mənə gülərlər. Sənə niyə gülərlər? Yəni, niyə sənə gülsünlər? Demək ki, bu artıq beynə atılan, əvvəlcədən atılan bir koddur. Mən danışıram hal-hazırda, səhv danışa bilərəm. Siz mənə gülürsünüz, yox.
Deməli, siz də danışsaz, sizə də heç kim gülməyəcək. Səhv danışacaqsınız, səhviniz düzəldiləcək. Hər hansı bir sahədə bilginiz, belə deyək, bilginizdən daha aşkın bir şey danışırsınızsa, bilginizdən daha geniş bir şey danışırsınızsa və sizdən daha üstün səviyyəli bilgi sahibi sizin səhvinizi düzəldirsə, bu qorxulu bir şey deyil. İnsanın özgüvəni dilinin altındadır. Danışmağa başladığı an o da formalaşır. Onu gizləyən az öncə də qeyd etdiyim beynində olan bloklardır ki, danışaram mənə gülərlər, danışaram mənə səhv tutarlar, kiməsə yanında aciz qalaram. Bunlar insanın özgüvənini aşağı endirən problemlərdir ki, bu da dilin altındadır. Siz danışmağa başladığınız zaman zaten bunlar yox olacaq. Identity issue, yəni kimlik problemi var. Bu çox dip mövzudur. Yəni ki, belə deyim də sizə, insan özünü danışan biri kimi görmür. Mən ingiliscə danışan insan deyiləm düşüncəsi. Məsələn, mən xarici dil eksperti olduğuma görə daha çox xarici dil yönündən getməyə çalışıram. Hər dil, məsələn, yeni dil öyrənirsinizsə, hər dil yeni bir şəxsiyyətdir. Ona görə, məsələn, deyirlər ki, bir dil bir insandır, iki dil iki insandır, üç dil üç insandır. Dil öyrənməkdə ən çox çətinliklər və bariyerlər insanın danışmağa qorxmasıdır. İstər bu ana dilimizdə də olsa, xarici dildə də olsa, insan özünü ifadə edə bilmirsə, artıq bu insan danışmaqdan qorxur. Danışmaqdan qorxan insanda isə heç bir şəxsiyyət formalaşmır ki, qaldı ki, 2-3 şəxsiyyət formalaşsın. Daha sonra sizə sonluq olaraq bunu demək istəyirəm ki, beyni necə aldatmaq olar, praktik çıxış yolları. Əgər istəsəniz, bunlar üçün sizə bir proqram hazırlayaram, mentorlarımıza göndərərəm, onlar qrupda paylaşar, bunlardan da yararlanarsınız. Kiçik hardasa bir həftəlik proqramlar olacaq ki, bunlar sizin danışığınızda, özünüzdə inanın ilk formalaşmasında sizə dəstək olacaq. Hər hansı bir sualınız varsa verə bilərsiniz. Bugünkü təlimimiz bu qədər. Ümid edirəm ki, təlimin mövzusundan da, təlimdə toxunduğumuz mövzulardan da razı qaldınız və sizə az da olsa bu bir saat ərzində nələrsə qata bildik. Kiminsə sualı varsa, yekun olaraq buyurub sualını verə bilər və yaxud da səs açıb danışmaq istəyirsə, buyurun səsinizi açıb danışa bilərsiniz. Mən sizi dinləyirəm. Təşəkkür edirəm mən də hər birinizə. Gecəniz xeyrə qalsın. Ümid edirəm növbəti təlimlərdə bir daha görüşərik, bir araya gələrik. Hər birinizə şəxsi inkişafınızda, iş həyatınızda uğurlar arzu edirəm. Çoxlu münasibət qurun, ünsiyyət qurun, qorxmayın. Əsas odur ki, danışmaqdan qorxmayın. Danışmaq sizin şəxsiyyətinizi formalaşdırır. Danışmaq sizin özünüzü formalaşdırır. Danışmaq sizin dilinizin altındadır. Dilinizin altında olan bir şeyə görə başınızı qorxutmayın. Gecəniz xeyrə qalsın. Allah amanında olasınız.